Müəyyən qidaları səhər yeyən zaman mütləq kökələcəksən prinsipi var. Amma mən bununla da birmənalı razı ola bilməyəcəm. İstənilən qidadan insan kilo ala bilər və ya istənilən qida ilə qidalanaraq, bütün komponentləri nəzərə alaraq, balanslı qidalanma, həyat tərzi, yuxu rejimi insan kilo verə bilər. Amma bir qayda olaraq karbohidratlarla zəngin olan qidaları bu siyahıda görürük. Yəni bunları nəinki səhər, günorta da, axşam da haçan yeysən kilo alma, kökəlmə şansın çoxalır. Bu taxıllar başda olmaqla sıyıqlar, kaşalar, çörəklər, şirniyyatları mən əminəm ki, hamı artıq anlayır. Mən burada biraz gizlində qalan, bax, taxıl dediyimiz istər qarabaşaq, istər düyü, istər fərqli unlu məmulatlar, istər xlebçılar və s. taxıldan gələn hər bir məhsul karbohidratla zəngindir və orqanizmə düşdükdən sonra onun içindəki şəkər qana keçir və onun orada gedəcəyi iki böyük yol var. Biri hüceyrənin içinə, amma kilo alırsa bu deməli artıq hüceyrənin içinə getmir. Gerisi piydə depolanacaq və bu yanlış bir ssenari deyil, bu orqanizmin kompensator mexanizmidir. Sadəcə siz fürsət verməyin ki, orqanizmdə bu qədər sərbəst qanda şəkər qalsın. Bunu etməmək üçünsə yeməyinizə və fiziki aktivliyinizə mütləq fikir verməlisiniz.